Bitti de hayat başa düşdü. Həyatı indi bitdi də. İndi mən qoşduq ximyaya, yanında qoşduq. Bitdi də aram. Normal insanı qoşduq ximyaya, həyatını bitirdik. Özümüz bilə-bilə. Gözümüz görə-görə. O elə güclü adam deyil, uşaqlar. İnanmıram buna dözə biz. Onun gücünü mənim dədəm bitirdi. Onun ailəsi bitirdi. O gücünü ancaq ora həsr elədi onlara. Onlar da bunu xəstəliyə saldı. Gücü tükendi da. İndi tükendi. İndi qoşuldu ximyaya, bitdi hər şey. Bunun günahkarının hamısı onlardı. Mən onları heç vaxt bağışlamayacağım. Təsəvvür eləyin ki, sağlam bir insanı, ananızı gözünüz görə-görə gətirirsiniz, ximyaya qoşub məhv edirsiniz. Nətər olarsınız? Nətər olarsınız? Nətər olmuşsunuz bu şeyi keçirdənlər? Gözün görə-görə onu öldürürsən. Ölür. Yani o kim deyirsə ki, yox, belədir, elədir, o deyil də. O deyil. Qəşəng gül kimi, top kimi insanı qoşduq ximyaya. Top kimi. İndi ilk ximyasıdır. Bunun müalicəsi ximyadır. Başqa müalicəsi yoxdur. Bu ximya almasa çox zülüm çəkəcək. Gözümüzün qabağında zülüm çəkəcək, öləcək. Amma ximya almağı daha məsləhətdir. Ne bileyim. Biri var gece yatıp durmayasan, biri var zülüm çəkəcək öləsən. Niyə cəmaət deyir ki, Allah'ıma elə xəstəlik yetirsin ki, mən gece yatım, səhər durmayayım. Ne bileyim, yaxşı olar.